1000 qoyun qurban kəsib, 100 məscid inşa eləmək, bir könül sındırmağı örtən peşmançılıq deyil. Xaliqə xidmətdirsə niyyətin əziz tut bəndəsi, Allah Allah qışqırıb gəzmək müsəlmanlıq deyil. Bəli, biz nə vaxt bunu anlayıb düz yola gələcəyik? Hamı Allah Allah deyir. Bayaqları dediyim məqamdır. Yəni məscidləri də tikə bilərlər, qoyunlar da kəsə bilərlər. Sözlər, ümumiyyətlə söz belə bir qüdrətdir ki, onu müxtəlif variasiyalarda, variantlarda deyə bilirsən, amma fərqi yoxdur, hədəf həmişə eynidir. Yəni, bu mən dediyim beytləri 1000 ildir insanlar deyiblər. Yəni, böyük insanlar əsərlərində deyiblər, fəlsəfi düşüncələrində. Amma siz də biraz sərt deyirsiniz də. Fərqlidir, mən də fərqli deməyə çalışmışam, amma hədəf eynidir. Sadəcə bədii cəhətdən onu başqa cür geyindirmişəm. Yəni, onun geyimi fərqlidir. Niyyət də budur ki, bəzən məvəddət deyilən bir şey var. O məhəbbətin biraz yüksək formasıdır. Yəni, bir insana deyirsən ki, mən səni sevirəm, sevgimi hiss elətdirirsən, onu bildirirsən. O sözlər ona müəyyən qədər dəva olur, dərdinə çarə olur. Amma mən o sözü deyə bilmirəm. Onu belə misal kimi deyə bilirəm, amma onu bir insanın üzünə gəlib demək çox çətindir. Onun əvəzinə daha doğrusunu, daha doğru bir variantdan istifadə. Məsəl üçün, bir stəkan çay qoysan qabağına, bilmirəm, uşağa bir şey hədiyyə eləsən, bir başını sığallasan, yəni o məhəbbəti göstərməyin də formaları var. Vacib deyil ki, onu sözlə ifadə edib keçəsən. Onun üçün bəzən o haqqı tələb eləyən, haqqı deyən insanlar özləri əməldə onu göstərməlidirlər, göstərə bilməlidirlər.